18 may gün növbətçi olduğum gün axşam saat 23 radələrində icbari sığorta ilə 103 ambulansla xəstəxanamızın təcili tibbi yardım şöbəsinə 55 yaşında kişi xəstə gətirildi. Xəstənin ilkin diaqnozu yad cisim udmağına bağlı gətirilmişdi. Xəstənin psixiatri dispanserində yatılı şəkildə müalicə aldığını öyrəndik və ambulans ekibindən aldığımız bilgilərə görə daha öncəsində də bu tərz bir suisid amaçlı xəstə yad cisim qəbul edib. Amma o təbii yolla çıxdığı üçün hər hansı bir problemlə qarşılaşmayıb. Amma ən son olayda 9 ədəd qaşığın arxa hissəsini dəmir parçaları udub. Biz daha minimal invaziv yöntəmi öncəlik verdik. Daha uzun sürən, daha səbir gərəkdirən bir süreç olsa da səbirlə və bu prosesə üstünlük verdik. Sevindirici hal oldu ki, 4-5 saat sürsə də yad cisimlərin 9'u da oradan çıxarıldı.